Esselamu Aleyküm əziz izləyicilər. Bu günləri biz sizinlə Dəyanət Liseyinin 2025-ci ildə keçirilmiş 5-ci sinif riyaziyyat suallarının izahı ilə tanış olacaq. Gəlin 51-ci sualımızın izahı ilə başlayaq. Gördüyünüz kimi bizə rum rəqəmləri verilib və bizə deyir ki, bu rum rəqəmlərinin hər birindən bir dəfə istifadə etməliyik və qiymətcə ən böyük və ən kiçik ədəd yazmalıyıq. Biz bilirik ki, qiymətcə ən böyük ədəd yazmalıyamsa, mən elə eləməliyəm ki, burada hamısı toplansın. Və toplanması üçün də ədədləri böyükdən kiçiyə doğru düzməliyəm. Ən böyüyü bizdə M-dir. Sonra C, L, X, V. Və bu da bizdə alınacaq 1165. 1165. İndi ən kiçiyini düzəldək. Ən kiçik üçün biz elə eləməliyik ki, hər dəfə çıxmalardan istifadə olunsun. Ona görə mən mini istifadə eləyəcəmsə, minin arxasına bir dənə 100 yazacağım ki, bunu çıxa bilim. Daha sonra L yazacağamsa, L'in arxasına bir dənə X yazacağım ki, onu çıxım. Bir dənə də axıra V yazacağım. Alınacaq 945. Daha sonra da bizə deyir ki, bunları cəmini onluq say sistemində ifadə edir. İndi isə alınan ədədləri cəmləyirəm. 1165 ilə 945-i toplayırıq. 10 bir yadda, 10 bir də yadda, 11 bir yadda, 10 bir də yadda, 11 bir yadda, 2. Alındı 2110, doğru cavabımız oldu C variantı. 51-ci sualın doğru cavabı C variantı. Keçirəm 52-ci sualımıza. 52-ci sualımızda bizə deyir ki, aprel ayında 28 iş günü olan usta 15 günün hər birində A sayda detal, qalan iş günlərində isə B sayda detal hazırladı. Cəmi neçə detal oldu? 28 günümüz var. 28 günümüzdən 15 gününün hər birində A sayda detal, yəni ümumi 15 A detal. Geriyə qaldı 13 gün və 13 günün hər günü B sayda detal, yəni ümumi 13 B sayda detal. Onda cəmi nə qədər olacaq? 15 A ilə 13 B-ni təbii ki də toplayıram. Doğru cavabımız olacaq B variantı. Demək ki, 52-ci sualın doğru cavabı B variantıdır. Keçirəm 53-cü sualımıza. 53-cü sualımızda bizə bir cədvəl verilib və bu cədvələ əsasən biz asıllıq qurmalıyıq. Baxıram ki, burada nə eləyib? X-a yəni nə eləyib ki, Y-a alıb. Siz bunu əslində qalsa variantlarla da eləyib rahatlıqla tapa bilərsiniz. Məsələn, ən sadə A variantına baxın. Deyir ki, 2-yə vur, üzərinə 1 gəl. Baxırsan ki, 3-ü 2-yə vurub üstünə 1 gəndə, 7 alınır. 1,5-i 2-yə vuranda 3 alınır. 3-ün üstünə də 1 gəndə 4. Axı 2,5 alınmır, demək A deyil. D variantda deyir ki, X-in üstünə 1 gəl. Axı 3-ün üstünə 1 gəndə 7 alınmır, demək D variantı deyil. Sən B variantına baxaq. Deyir ki, 3-ə vur, 2 çıx. 3-ü 3-ə vururam, 9, 2 çıxıram, 7. 1,5-i 3-ə vururam, 4,5, 2 çıxıram, 2,5. Mütləq sona qədər yoxlayırıq. 4,2-ni vururam 3-ə, alınır 12,6. 12,6-dan da 2 çıxıram, 10,6. Və sonuncusu, gəlin sonuncusunu da vuraq, baxaq. 1,3-də 2-ni vururam 3-ə. Bu alınacaq bizdə 3-də 5 vur 3, yəni 5. 5-dən də 2 çıxanda 3. Görürsünüz, həqiqətən də B variantı sən demə doğru imiş. Ona görə doğru cavabımız olacaq B variantı. Həqiqətən də buradakı ədədləri 2-yə vur, 3-ə vurub 2 çıxanda Y alınır. Yəni həqiqətən də doğrudur. Bununla da 53-cü sualımızı bitirdik. Keçirəm indi 54-cü sualımıza. Olduqca çox gördüyümüz sual tipidir, kitablarımızda da var. Artıq hətta bezmişik bu tipli suallardan. Biz bilirik ki, bölmə olanda nə olur? Böyüyün yanında böyük olur, kiçiyin yanında kiçik olur. Bu ədədlərin arasında ən böyüyü nədir? Görürsünüz, 4,11. Demək, ən böyüyü C-dir. Sonra A-dır, sonra da B-dir. Bizə deyir ki, artan sıra ilə düz. Artan sıra nə idi? Azdan çoxa doğru. Azdan çoxa. Onda bizdə ən kiçiyi hansıdır? Burada B, yəni 2,7. Daha sonra hansıdır? A, yəni 3,3 və daha sonra da 4,11. Heç çaşdırıcı da verməyiblər. Tam hissələrinə baxan kimi dərhal görmək olur. B, A, C. Doğru cavabımız olacaq 54-də B variantı. Keçirik 55-ci sualımıza. 55-ci sualımızda da sizdə sınaqlarda da qabağınıza çıxıb, yəni bu tipli sualları görmüsünüz, işləmisiniz. Çevirmək lazımdır onluq kəsirlərə, çox rahat. 1,4-3, hətta əzbər bilirik. Biz 4,3-ü görən kimi deyirik ki, bu 0,75-dir. Yəni olacaq 1,75. Hər tərəfi nə etmək lazımdır? Gəlin ətraflı yazaq, şagirdlərimiz deyəcək. Müəllimə necə aldınız bunu? Bizə də deyin. 25-ə vurdum. 25-ə vuranda alınır 1,25. Növbəti, gəlin ətraflı yazaq. 4,20-də 7. Nə etmək lazımdır? 5-ə vurmaq lazımdır. 5-ə vuranda alınacaq 4,35.
Növbəti 31-i 4-ə bölmək lazımdır. Yazıram baxın. 31 böl 4. 31-i 4-ə böləndə neçə dəfə düşür? 7 dəfə düşür. Qalır 3. Yəni 7 tam 4-də 3. Bunu da 25-ə vursaq 7 tam %25. Və sonuncu 22-ni 5-ə bölürük. Düşür 4 dəfə. Qalır 2. 5-də 2-də bilirik ki 0,4-dür. Yəni 4,4. Gəlin indi bir-bir kvadratların yerinə yazılan ədədlərimizə baxaq. Birincisində burada 7-dir kvadratın içinə yazılan. İkincisində 3-dür kvadratın içinə yazılan. Üçüncüsündə 7-dir. Dördüncüsündə də 4-dür. İndi alınan bu ədədləri cəmləyirik. 7 üstəgəl 3 üstəgəl 7 üstəgəl 4. 7-nin üzərinə 3 10, onun da üstünə 11 21. Doğru cavabımız olacaq 21, yəni B variantı. 55-ci sualımız da bitdi. Keçirəm indi 56-cı sualımıza. Bizə deyir ki, təkliflərdən neçəsi həmişə doğrudur. Burada həmişə baxmalıyıq. Deyir ki, uzunluğu 3,7-də 5 metr olan ağacı hər biri 7-də 2 metr olan 13 hissəyə bölmək olar. Gəlin bölək. 3,7-də 5 olan ağacı hər biri 7-də 2 metr olan hissələrə bölürəm. Bu bizdə eləyəcək 7-də 26. Böləndə tərsinə vururuq. Yəni vururam 2-də 7-yə. 7-lər gedir. 26-dan da 2 gedir. Qalır cavabımız 13. Yəni həqiqətən də biz 3,7-də 5-i hər birisi 7-də 2 olan 13 hissəyə bölə bilərdik. Bizə desəydi neçə dəfə kəsmək, onda 13-dən 1 çıxardıq. Burada amma kəsmək demir. Deyir ki, bu qədər hissəyə bölə bilərəm. Həqiqətən də 13 dənə 7-də 2-ni birləşdirsəm, 3,7-də 5 alınacaq. Yəni, birinci təklifimiz doğrudur. Bura yazaq 1. Keçirəm ikinci təklifimizə. Deyir ki, kəsirin surətini 2 dəfə artırıb, məxrəcini 3 dəfə azaltsaq, kəsirin qiyməti 1,5 dəfə azalar. Biz bilirik ki, kəsirin surəti ilə kəsirin cavabı, yəni alınan cavab düz mütənasibdir. 2 dəfə artanda cavab da 2 dəfə artır. Kəsirin məxrəci ilə cavab isə tərs mütənasibdir. 3 dəfə azalanda cavab 3 dəfə artır. Hər ikisi də artar olduğu üçün vururam bir-birinə, cavab edir 6 dəfə artar. Amma burada doğru cavabı verib 1,5 dəfə azalar. Yəni yanlışdır. İkinci təklifimiz yanlışdır. Üçüncü təklifimizə baxırıq. A 5 olanda bu kəsir düzgündür. Gəlin qoyaq yerinə. Alınacaq 17-də 10. Həqiqətən də düzgündür. Burada yerinə 5 qoyanda alınacaq 10-da 15. Və həqiqətən də bu kəsirimiz düzgün olmayan kəsirdir. Hər bir halda da bu belə olacaq. Ona görə də bu ifadəmiz doğrudur. Bu təklif doğrudur. Dördüncüyə baxaq. Dördüncüdə bizə deyir ki, 15-də 5 kəsirinin məxrəcini 27 olan kəsirlə əvəz etmək olar. Bu tipli suallarda həmişə şagirdlərə deyirəm ki, ixtisar etmədən həll etmək olmaz. Birinci 15-də 5-i ixtisar edirəm 5-ə. Doğru cavabımız alınır 3-də 1. Və aydındır ki, 3-ü də 9-a vursam, məxrəci gəlib 27 olacaq. Alınacaq 27-də 9. Yəni, bu təklifimiz də doğrudur. Və sonuncu təklifimizə baxırıq. 5-ci təklifimiz. Deyir ki, 13,7 3 ədədi 12 ilə 13-ün arasında yerləşir. Təbii ki də xeyr. 12 və 13-ün arasında 12 tam nə qədərlərsə yerləşir. 13 tam nə qədərsə artıq 13-ü aşıb. 13-dən böyükdür. 12 ilə 13-ün arasında yerləşmir. Yanlışdır. Demək ki, bizim doğru olan təkliflərimiz 3 dənədir. Doğru cavabımız olacaq C variantı. Keçirəm 57-ci sualımıza. Üçbucağın birinci tərəfini verib bizə. Yazaq. 57. Üçbucaq çəkirəm və üçbucağımın bir tərəfindən qeyd edirəm 9,5. Qeyd edir ki, ikinci tərəfi birinci tərəfindən bu dəfə çoxdur. Gəlin çevirək. 9,2-də 1 eləyir bu. Düzdürmü? 9,5 altdan yazım, sizə daha aydın olsun. 9,5, 9,2-də 1 deməkdir. Bunu da çevirəndə alınır bizdə 2-də 19. Yəni, bu tərəfi tapmaq üçün 2-də 19-u vururam. 1,19-da 7 bizə nə verir? 19-da 1-i vururam 19-un üstünə gəlirəm 7, 26. 19-lar gedir. 26 ilə də 2 gedir, qalır cavabımız 13. Demək, üçbucağın tərəflərindən biri oldu 9,5, digər tərəfi oldu 13. Üçüncü tərəfi isə deyir ki, ikinci tərəfindən 5 cm qısadır. 13-dən 5 cm qısanı tapsam, alınacaq onda doğru cavabımız 8. Demək, üçüncü tərəfimizdə oldu 8. Bizə deyir perimetri tap. Perimetri tapmaq üçün biz aldığımız bütün ədədləri toplayırıq. 9,5 üstəgəl 8 üstəgəl 13. 9,5 ilə 8 toplayıram 17,5, üstünə də 13 gəlirəm 30,5. Yəni 57-ci sualımızda doğru cavab olacaq A variantı.
Keçirəm 58-ci sualımıza. 58-ci sualımızda bizə deyir ki, ana kiloqramı 1,2 manatdan 1,5 kiloqram şəkər tozu aldı və kiloqramı 2,5 manatdan bir neçə kiloqram qarabaşaq yarması aldı. Kassa 20 manat verdi və ona 8,2 manat qalıq qaytarıldı. Neçə kiloqram qarabaşaq yarması aldı? Hətta deyərəm ki, bu sual 4-cü sinif sualdır. Qətiyyən çətin sual deyil. 1,2 manatdan 1,5 kiloqram şəkər tozu. Gəlin 1,2-ni vuraq 1,5-ə. Bərabərdir. 1,2-ni 1,5-ə vuranda özünü və yarısını götürürük. Belə başa düşə bilərsiniz. Bu da bizdə eləyəcək 1,8. Daha sonra bizə deyir ki, 2,5 manatdan nə qədər alıb bilmirəm. Bunu indi biz tapacağıq. Neçəyə bərabərdir? Gəlin baxaq. 20 manat verib 8,2 manat qaytarılıbsa, onda birinci 20-dən çıxıram 8,2 ki, görün mən bunlara ümumi nə qədər pul xərcləmişəm. 20-dən 8,2 çıxanda alınır 11,8. Demək ki, mən ümumi şəkər tozu və qarabaşağa 11,8 manat pul xərcləmişəm. Əgər 1,8-i şəkər tozuna gedibsə, 11,8-dən 1,8 çıxsam, geriyə qalır qarabaşağa 10 manat. İndi gəlin buradan biz bu tənlikdən x-ımızı tapaq. Buradan biz x-ımızı axtarsaq, onda x-ımız bərabər olacaq, onu bölürəm 2,5-ə. Bu da bizdə eləyir 4. Demək ki, ana neçə kiloqram qarabaşaq yarması alıb? 4 kiloqram. Doğru cavabımız olacaq C variantı. 58-ci sualımızın doğru cavabı olacaq C variantı. Keçirəm 59-cu sualımıza. Satıcı Əlinin həftəlik əmək haqqı 200 manatdır. Əlavə olaraq da həftəlik məhsul satışından daxil olan məbləğin 2% kimi hesablanır. Əli keçən həftə 300 manat əmək haqqı alıb, onda mağazada neçə manatlıq məhsul satmışdır. Mənə bu sual çox tanış gəlir. Səhv etmirəmsə bu sual pilot layihədə, yəni məktəb dərslik kitabında var. Elə deyəsən orada da satıcının adı Əli idi. Baxaq 59-cu sualımıza. 2 cür sual var idi orada. Səhifənin yuxarı başındaydı. Baxaq. Əgər 200 manat maaş idisə, amma o 300 manat alıbsa, demək ki, nə qədər əlavə pul alıb? 100 manat əlavə pul alıb. Qeyd edirəm ki, 100 manat əlavə. 100 manat əlavə. Bu da bizə qeyd edir ki, biz bu əlavəni necə alırıq? Nə qədər mal satmışamsa, nə qədər mal daxil olubsa, onun 2% qədər. Onda mən nə qədər mal satmalıyam ki, 2% 100 manat eləsin? Yəni 2% 100 olan ədəd axtarıram. Faizinə görə ədəd necə tapılır? 100-ü vuracam, yəni 100 manatı vuracam 100%-ə, böləcəm 2%-ə. Bu da alınır 50 vurulsun 100, yəni 5000. Demək ki, 5000 manatlıq məhsul satıb. Doğru cavabımız olacaq 59-da C variantı. Keçirəm 60-cı sualımıza. 60-cı sualımızda bizə deyir ki, döşəmənin şəkli, düzbucaqlı şəklində zalın perimetri 210-dur. Zalın döşəməsinə hər tərəfdən 10,5 məsafə qalmaqla düzbucaq şəkildə xalça salındı. Xalçanın perimetri nə qədərdir? Həqiqətən dilimiz yar olub deməkdən. Xalça palaz məsələlərində ümumi perimetrdən 8 dəfə biz məsafəni çıxanda alınır xalçanın perimetri. Xalçanın perimetrinin üzərinə 8 dəfə məsafəni gələndə alınır döşəmənin perimetri. Bunu biz dəfələrlə demişik. Şifahi şəkildə yazıla bilən bir sualdır. Gəlin səbəbinə baxaq. Ola bilər siz 2 dəfə eşidirsiniz ki, bu 8 hardan gəldi? Mən belə bir döşəmə çəkirəm. Və bu döşəmənin içində də bir dənə xalça çəkirəm. Və fərz eləyək ki, indi bunun içərisindəki xalça hər tərəfdən, yəni baxın buraları hər birisi bizdə 10,5 metr məsafədir. Bunların hər birisi. Onda baxın, xalçanın bu hissəsindən də 10,5 məsafə var, bu hissəsindən də. Bu hissəsindən də var, bu hissəsindən də. Bu hissəsindən də var, bu hissəsindən də. Və bu hissəsindən də var, bu hissəsindən də. Onda ümumi perimetrdə 1, 2, 3, 4, 5, 6, 7, 8 dəfə azalma baş verir. Yəni 8 dəfə həmin ədədin azalması baş verir. Buna görə mən sadəcə döşəmənin perimetrindən çıxıram 8 dəfə həmin bu 10,5-i. Bərabərdir. 8-i 10,5-ə vurmaq 8-in 10 misli ilə yarısı deməkdir. Ona görə doğru cavabımız eləyəcək 84. 210-dan da çıxıram 84. Doğru cavabımız eləyəcək 126. Yəni 60-cı sualımızda doğru cavabımız olacaq B variantı. Keçirəm 61-ci sualımıza. 61-ci sualımızda bizə deyir ki, bu şərti ödəyən onluq şərlərin sayı 3-ü aşmayan ən böyük onluq kəsirlə ən kiçik onluq kəsirin cəmini tapın. Nə etmək lazımdır? Birinci götürürəm, hər birisində onluq şərlərin sayını tamamlayıram 3-ə.
Alınacaq 3 tam 5, arxasına 2 dənə 0. Kiçikdir B, kiçikdir 4 tam 7, arxasına 2 0. Onluq şərh sayı 3-ə tamamlandı. İndi 3500-dən sonra gələn ilk ədəd nədir? 3501. Yəni 3 tam 1000-də 501. Üstəgəl 4700-dən öncə gələn ədəd nədir? 4699. Bunu da qeyd elədim. İndi bunları toplayırıq. 1 ilə 9-u toplayıram 0, 1 yadda. 0 ilə 9 bir də yadda 10, 1 yadda. 11 bir də yadda 12. 3 ilə 4 toplayıram 7, bir də yadda 8. Alınır doğru cavab 8,2, yəni Y bəndi. Bunun asant bir yolu nədir şagirdlər? Asant bir yolu sadəcə bunun kənarında olan ədədləri toplamaqdır. Sadəcə 3,5 ilə 4,7-dən toplayırıq. Yəni ən böyüklə ən kiçik kəsirin cəmi deyəndə elə kənardakı ədədləri toplamaq kifayətdir. Vaxt az gedir, cavab edir 8,2. Birbaşa cavab alınır. Keçirik növbəti suala. 62-ci sualımız. Bizə deyir ki, 150 dərəcəli bucağın təpəsindən keçən daxili şüası onu birinin 90%, digərinin 5/3-ünə bərabər olan iki bucağa ayırır. Alınan böyük bucaq açıq bucaqdan neçə dərəcə kiçikdir? Birinin 90% deyirsə, 90% 10/9 deməkdir. Yəni hər hansı bir ədədin 10/9-u bərabərdir hər hansı bir ədədin 5/3-ünə. Mən həmişə şagirdlərə deyirəm ki, surətləri bərabərləşdir, məxrəcləri ver. Surətləri bərabərləşdirəcəmsə bunları 3-ə vururam. Alınacaq bizdə 15/9. Siz əgər ki, məxrəcləri bərabərləşdirirsinizsə, burada böyük bucaq, kiçik bucaq rahatlıqla seçilir. Amma məsələn, biri 50 olsaydı, biri tutalım ki, Fərid olsaydı, onda siz cavabları tərsinə alacaqdınız. Əgər məxrəcləri bərabərləşdirib sürətləri versəz, 50-nin cavabını Fəridə, Fəridin cavabını 50-yə alacaqdınız. Yerlərini dəyişdirmək lazım idi. Şagirdlər də adətən çox gözəl diqqətli olduqları üçün yerlərini dəyişdirməyi unudurlar. Mən bu səbəbdən demirəm məxrəcləri bərabərləşdir. Hər zaman deyirəm ki, ortada bərabərdir sözü gördünsə, surətləri bərabərləşdir. Və surətləri bərabərləşdirdən sonra məxrəcləri olduğu kimi ver. Demək ki, bucaqlarımızdan biri olacaq 10x, digəri isə olacaq 15x. Könlü istəyən hətta bunları ixtisar da eləyə bilər. Yəni, mənim könlüm istəyirsə, götürəcəm 10-dan 15-i 5-ə böləcəm, sonra həmin ədədlərlə işləyəcəm. Amma ehtiyac yoxdur, çünki 150 onsuz da 25-ə bölünür. Elə biz 150 ilə də bundan belə gözəl cavab tapa bilərik. Amma başqa bir ədəd olsaydı, istəsəydim 5-i ixtisar edib belə də toplaya bilərdim. Toplayanda alınır 25x bərabərdir 150-yə. X də bərabərdir 6-ya. Böyük bucağı tapsam, 15-i vurmalıyam 6-ya. 15-i vururam 6-ya, alınır bizdə 90. Açıq bucağımız 180 dərəcədir. 180 dərəcədə 90 dərəcədən 90 dərəcə böyükdür. Yəni 180-dən 90-ı çıxanda doğru cavabımız alınır yenə də 90. Yəni doğru cavab eləyəcək 62-də Y bəndi. Keçirəm 63-cü sualımıza. Bizə deyir ki, 63-cü sualımızda bu şərt ödəyən ən kiçik natural ədəd. Ən kiçik natural ədəd ilə 12-nin özüdür. Çünki 12 ora daxildir. A-mız 12-dir. Və bu bərabərsizliyi ödəyən ən kiçik natural ədəd. 3,7-dən böyükdə ən kiçik natural ədədimiz olacaq bizdə 4. Bunların cəmini tap. Toplayanda da alınır 16 D variantı. 63-də doğru cavab D variantıdır. Keçirəm 64-cü suala. 64-cü sualımızda 7-nin kvadratı 49, vur 2, üstə gəl. 10-un kvadratı 100, böl 2. Gəlin birinci bunu hesablayaq. 49-u 2-yə vuram 98. 100-ü bölürəm 2-yə, alınır 50. 98 ilə də 50-ni toplayıram 148. İkinci mötərizəni hesablayaq. 43 çıxılsın, 5-in kvadratı 25, 2-nin kubu 8, çıx 6. 43-dən çıxıram 25, 8 və 6-nı. Alınır 4. İndi 148-i bölürəm 4-ə. 14-ün içində 4 3 dəfədir, 28-in içində 4 7 dəfədir. Cavabımız alınır 37 B variantı. Demək ki, 64-cü sualın doğru cavabı olacaq B variantı. Keçirəm 65-ə. 65-ci sualda keçən illəri də düşmüşdü MSC-yə və yenə də pilot layihədə dərslikdə var. Bizə deyir ki, FOB bucağının dərəcə ölçüsünü tapın. Nə edəcəksiniz uşaqlar? Bu qarşılıqlı bucaqlardır. Bura 5x-dir, bura da 5x-dir. O 5x-i köçürdəcək bura. Bilirəm 5x-imiz biraz böyük oldu. Gəlin sizin üçün onu biraz balacalaşdırım. Yəni buradakı 5x qarşılıqlı bucağa görə keçəcək bura. Burada 5x olacaq. Və bunlar birləşəndə bizə nə alınır? 180 dərəcə. Çünki bu açıq bucaqdır. Onda gəlin hesablayaq. Yazıram ki, x üstə gəl 15, 5x, x üstə gəl 25. Bunları toplayanda alınır bizdə 180 dərəcə.
Toplayıram. Alınır 7x üstə gəlinsin 40 bərabərdir 180 dərəcəyə. 7x bərabərdir 140 dərəcəyə. X bərabərdir 20 dərəcəyə. Bizdən FOB-ni soruşur. FOB. Baxın, buna göstərək sizə. FOB hissəsi, baxın bu hissədir. Və FOB görürsünüz x üstəgəl 5 ilə eynidir. Burayla bura qarşılıqlı bucaqlardır. Əgər bura x üstəgəl 15-dirsə, burada x üstəgəl 15-dir. Bizim də x-imiz axı 20-dir. Onda demək ki, 20-nin üzərinə 15 gəlmək lazımdır. Və doğru cavabımız alınacaq 35 dərəcə. Yəni cavabımız olacaq 65-də B variantı. Qeyd edək. 20-nin üzərinə 20-nin üzərinə gəldim 15, alındı 35. Doğru cavab oldu B bəndi. Növbəti 66-cı suala keçid edirik. Yenə də təklifdir. Yəni diqqətli olaq. Neçəsi həmişə doğrudur? Baxaq. 1, 2, 3, 4 və 5. Birinci təklifimə baxıram. Natural ədədin özü ilə tərsinin cəmi verilən ədədin özündən böyükdür. Natural ədədin özü üstünə gəlsəm tərsini kəsir kimi və alınan ədəd təbii ki də həmişə özündən böyük olacaq. Mənfi ədəd olsa da biraz bir nüanslar dəyişərdi. Onluq kəsir olsaydı biraz başqa şeylərdən danışa bilərdik. Hardasa biraz şərti fərqli versəydin başqa şeylərdən danışa bilərdik. Amma hər hansı özünüzdən ürəyini istəyən bir natural ədəd götürün. Sonra tərsini götürün. Onları toplayın. Ədədin özündən böyük olacaq. Ona görə birincisi bizdə doğrudur. İkincisinə baxaq. Tili ən kiçik sadə ədədə bərabər olan kubun tam səthinin sayısı 100-dür. Ən kiçik sadə ədədimiz 2-dir. Tili 2 olan kubun tam səthinin sahəsi 6a-nın kvadratı, yəni 6 vurulsun 2-nin kvadratı eləyir 24. Bu isə deyir ki, 100 eləyir, səhv deyir. Düzgün kəsir, düzgün olmayan kəsirdən böyükdür. Xeyr, düzgün kəsirlər demişik ki, 0 ilə 1-in arasındadır. Düzgün olmayan kəsirlər isə 1-dən böyük bərabərdir. Yəni, bu doğru bir təklif deyil. Düzgün olmayan kəsir daha böyükdür. Bucağın tərəfləri düz xəttir. Bu sual gördüyümə çox sevindim. Çünki dəfələrlə bunu vurğuluyuruq biz. Bucağın tərəfləri düz xətt deyil, bucağın tərəfləri şüadır. Şüa, düz xətt deyil, yanlışdır. Tərifində də var. İki müxtəlif ədədin ən böyük ortaq böləni bu ədədlərin hər birindən kiçikdir. İki dənə müxtəlif ədəd götürsək və onların ən böyük ortaq bölənini tapsaq, bu ədədlərin əbobu həmin ədədlərdən birinə bərabər də ola bilər, kiçik də ola bilər. Məsələn, götürərəm 5-dən 7. Onda əbobunu tapanda cavab alınar 1. Götürərəm 2 ilə 4. Əbob bərabər olar elə 2-yə. Yəni, şərt deyil ki, bu ədədlərin hər birindən kiçik olsun. Bu ədədlərdən birinə bərabər də ola bilər. Məsələn, başqa bir ədəd deyirəm. 10-dan 50. 10-dan 50-nin əbobu elə 10-a bərabərdir. Gördüyünüz kimi kiçik deyil. 10-dan kiçik deyil. 10-a bərabərdir. Ona görə bu təklifdə doğru deyil. Bizə deyir, həmişə doğrudur, həmişə doğru deyil. Bəzən doğrudur, bəzən yox. Yalnız bir təklifimiz var doğru. Doğru cavabımız ona görə olacaq A variantı. Keçirəm indi 67-ci sualımıza. Bizə deyir ki, 12 ilə 18-in əköbu həm 12, həm 18-ə bölünən ədəd 36-dır. Əköbumuz 36 eləyir. Vur. Və 20 ilə 35-in əbobu. Əbobu da 5 eləyir. Hər ikisinə də ortaq bölən ən böyük 5-dir. Ona görə olacaq 5. 36-nı da 5-ə vursam 180 eləyir. Doğru cavabımız 67-də olacaq D bəndi. Keçək 68-ci sualımıza. 68-ci sualımızda öyrəşdiyimiz sual tipidir. 7-ni neçəyə vurub? 7-dən sonra 3 rəqam var. Demək ki, onun kubuna vurub. Yəni A 3-dür. B-yə baxaq. 6-dan sonra 2 rəqam var. Demək, onun kvadratına vurub. B 2-dir. C-miz, yəni baxın, ona vurulan ədəd nədir? 2. Yəni 2-ni vurub ona alınıb 20. Ona görə də C-miz də 2-dir. Alınan ədədləri də toplayıram. Doğru cavab alınır 7. Yəni doğru cavabımız olacaq B bəndi 68B. 69-a baxaq. Bu da çox görünür sual tipidir. Sınaqlarda dəfələrlə düşüb. 38 ilə 145 arasında hissənin tam kvadrat var. Başlayır 7-nin kvadratı 49, 8-in kvadratı 64, 9-un kvadratı 81, 10-un kvadratı 100, 11-in kvadratı 121, 12-nin kvadratı 144. Yəni 1, 2, 3, 4, 5, 6 dənə tam kvadrat var. Doğru cavabımız 69-da olacaq. A bəndi. Keçirəm 70-ci sualımıza. Növbəti tanış sualımız.
Nə edəcəm? Təbii ki, birinci bunu yazacağıq. 3x üstəgəl 6-da 36. Bunu da çevirəcəyik. Olacaq bizdə 5-də 12. Həmişə deyirəm ki, çarpaz vurmamışdan əvvəl ixtisar edin. 36 ilə 12 ilə 12-yə gedir. Burada qalır 1, burada qalır 3. İndi çarpaz vururuq. Alınır 3x üstəgəl 6 bərabərdir 3-ü 5-ə vururam 15. Buradan alınır 3x bərabərdir 9, x də bərabərdir 3-ə. Doğru cavabımız olur 70-də D bəndi. Keçirəm 71-ci sualımıza, sonuncu qapalı sualımızdır. Bizə deyir ki, düzbucaqlı paralelipedin eni uzunluğunun 40%-dir, hündürlüyü isə uzunluğunun 60%-dir. Yazıram en, uzunluq və hündürlük. Diqqət eləsəz uzunluqla bağlıdır. Onda uzunluğu özümdən 10 götürəcəm. Əslində 100 götürürəm həmişə. Sadəcə 10 elə bir ədəddir ki, onun 40%-i 4 eləyir, 60%-i 6 eləyir. Yəni balaca ədədlər alınır, rahatdır. Ona görə elə 10 götürdüm. Onda en uzunluğun 40%-dirsə, o zaman olacaq enimiz 4x. Hündürlük uzunluğunun 60%-dirsə, hündürlük olacaq 6x. Bütün tillərin uzunluqları cəmi 40-dırsa, biz bilirik ki, bütün tillərin uzunluqları cəmi nədir? Xətti ölçüləri toplayıb 4-ə vururuq. 4-ə vuranda cavab 40 alınıbsa, demək ki, normalda toplayanda 10 alınır. O zaman toplayaq. Alınır 20x bərabərdir 10-a, x də bərabərdir, 10-u bölürəm 20-yə, eləyir 0,5. Gətirib indi yerinə qoyaq. Yerinə 0,5 qoymaq, hər birisini 0,5-ə vuranı 2-yə bölmək deməkdir. Onda alınacaq 4x 2, 10x 5, 6x də 3. Bunların hər birisi santimetrləndir. Bizdən həcmini istəyir. Həcmi istəmək istəyirsə 2-ni vururam 5-ə, vururam 3-ə. Alınır 30. 30 bizdə kub santimetrdir. Bizdənsə cavabı litrlə istəyir. Biz bilirik ki, litr kub desimetrlə eyni şeydir. Ona görə 30-u 1000-ə bölüb kub desimetrə gətirmək lazımdır. 1000-ə böləndə də bizdə alınacaq 0,03. Yəni 0,3 litr. Doğru cavabımız olacaq 71-də B variantı. Növbəti keçirəm 72-ci sualımıza. 72-ci sualımızda bizə deyir ki, AD-miz 8-dir. Gəlin üzərinə yazaq. AD-miz 8-dir. Demək ki, burada 8-dir. DC-miz 1,4 desimetrdir. Onda desimetrdən santimetrə keçək alınacaq. Ona vururuq 14. Demək ki, bütöv bura 14-dür. Qeyd elədik. Bizdən soruşur ki, AFB üçbucağının sahəsini tapın. Yəni, bizdən bu üçbucağın sahəsini istəyir. Buna əslində qalsa 2 yolla eləmək olar. Birinci yol, ürəyin istəyən ədədi ver aşağılara. Heç bir fərq yoxdur. Onsuz da axırda çıxacaqsan onu. Məsələn, ürəyin istəyir bura 2 ver, bura 12 ver. Ürəyin istəyir bura 6 ver, bura 8 ver. Ürəyin nə istəyir ver. Ümumi sahəni tap, bunların sahəsini oradan çıx. Birinci yol budur. Amma nisbətən uzundur. Və doğru deyil tam da. Ondansa belə eləyə bilərsiniz. Buradan baxın, bura 8-dirsə, baxın, buradan bura 8-dirsə. Demək, buradan burada 8-dir. Demək ki, bizim hündürlüyümüz 8-dir. Baxı, hündürlükdür. Bu bizdə 8-ə bərabərdir. Və biz bilirik ki, üçbucaqda sahəni tapanda nə etmək lazımdır? 14-ü vuracaqsınız 8-ə, alınan cavabı da böləcəksiniz 2-yə. Demək ki, 14-ü vurmaq lazımdır 4-ə. Doğru cavabımız alınacaq 56. Yəni, cavabımız olacaq 56 kvadrat santimetr. Düsturumuz bu şəkildə elə bil. 2-də 1, A vur H. Düzbucaqlı üçbucaq olanda isə katetlərin hasilinin yarısıdır. Bunları vururuq bir-birinə. Çünki bu da baxın bizim hündürlüyümüzdür burada. Ona görə A-nı vururuq B-yə, yəni oturacağımıza bölürük 2-yə. Burada da eyni şey. Hündürlüyümüz burada 8, oturacağımız burada 14. Vurdum, böldüm 2-yə. Və yaxud da dediyim kimi aşağı ürəyin istəyən ədədləri verin. Könlünüz necə istəyir. Vurub, bölün, alınan cavabı da ümumi cavabdan çıxın. Bu şəkildə də doğru cavabı ala bilərsiniz. Demək ki, 72-ci sualımıza doğru cavabımız oldu 56. Keçirəm 73-cü suala. Artıq son suallarımız qaldı. 73-cü sualımızda tiri 3 olan və tiri 5 olan 2 dənə kubu şəkildə kimi üst-üstə qoyub, alınan fiqurun səthinin sahəsini bizdən istəyir. Mən baxanda görürəm ki, altdakı kubun 5 dənə səthi necə var, elə var. Əgər aşağıdakı kubda 5 səth varsa, istəsəz ayrı-ayrı səthləri tapıb toplaya da bilərsiniz. Və yaxud da ümumi tapıb çıxa da bilərsiniz. Necə istəsəz, mən toplamaqla eləyəcəm. Mən baxıram ki, aşağıdakı kubun 5 dənə səthi görsənir. Qabaq, arxa, sağ, sol, bir də alt. Yəni, bunlar ümumi 5 dənə səth eləyir. 5 dənə səthini tapsam, onun tili 5 olduğu üçün 5-i vururam A-nın kvadratına, yəni elə 5-in kvadratına. A-nır 125.
Aşağı bizdə oldu 125. Sonra yuxarıda görünən 500-ü tapaq. O da olacaq bizdə 5a-nın kvadratı, yəni 5 vurulsun 3-ün kvadratı. 45. Davam edirik. Bizim götürmədiyimiz qaldı, baxın bu hissə. Baxın bu hissə. Bəs bu hissəni necə taparsan? Bunun bir səthindən, bunun alt, elə bir ki, bunun üst səthindən, böyüyün üst səthindən, balacanın alt səthini çıxanda alınır geriyə qalan hissə. Böyüyün üst səthi nə qədərdir? 5-in kvadratı, yəni 25. Çıx. Balacanın alt səthi nə qədərdir? 3-ün kvadratı, yəni 9. Bunun sayəsindən, bunun sayəsindən çıx, yerdə qalan sahə tapılsın. Alınacaq 16. Aldığım indi bütün cavabları toplayıram. 125 ilə 45-i toplayanda ancaq 170, üstünə də 16 gələndə alınacaq 186. Tapdığım bu 186 kvadrat santimetrdir. Bizdən cavabı kvadrat desimetrlə istəyir. Bölürəm ona görə 100-ə. Alınır 1,86. Doğru cavabımız olacaq 1,86 kvadrat desimetr. Və son 2 sualımız qaldı. Birinci 74-ə baxırıq. 74-də bizə deyir ki, şəkər çuğundurundan kütləsinin 7də 1 hissəsi qədər şəkər tozu alınır. Fermer hər biri 1,75 tutan 12 maşın şəkər çuğunduru tədarük etdi, zavoda göndərdi. Onda nə qədər şəkər tozu istehsal edirdi? Hər biri 1,75 ton tutan 12 maşın. Onda 1,75-i vurmaq lazımdır 12-yə. Bu da o deməkdir ki, 12-ni 1-ə vur və 12-nin 4də 3-ünü götür. Yəni 12 ilə 9 eləyir bizdə 21. Yəni 1,75-i 12-yə vuranda bizdə doğru cavabımız eləyəcək 21. Siz bu yolları da əslində qalsa rahat bilməlisiniz ki, rahat hesablayasınız. İndi biz aldığımız bu 21 hələ ki doğru cavab deyil. Şərtdə bizə deyir ki, kütlənin 7də 1-indən şəkər tozu alıram. Kütləm 21-dir. 21 tondur. Bunun 7də 1-indən alacağım. Ona görə 21 tonun 7də 1 hissəsini tapıram. Bölürəm 7-yə, vururam 1-ə. Alınır 3 ton. Məndənsə cavabı kiloqramdan istəyir. Tondan kiloqrama keçəndə vururam 1000-ə, cavab alınır 3000 kiloqram. Və ən sonuncu 75-ci sualımız. Bizə deyir ki, x-in kubu ən kiçik natural ədəddir. Əgər x-in kubu ən kiçik natural ədəddirsə, demək ki, x-in kubu 1 imiş. Yəni x 1-dir. Bu birinci bənddir. Hər iki bildiklərimi yazıram, həll edirəm, sonra variantları uyğunlaşdıracağam. X-in kvadratı ən kiçik mürəkkəb ədəddir. Biz bilirik ki, ən kiçik mürəkkəb ədəd 4-dür. Yəni x-in kvadratı 4-dür. Onda alıram ki, x 2-dir. Üçüncü, x-in kubu ən kiçik 4 rəqəmli natural ədəddir. Yəni x-in kubu bərabərdir 4 rəqəmli 1000-ə. Buradan da alınır x bərabərdir 10-a. Hamısını tapdım. İndi getdik bir-bir variantlarla düzəltməyə. Baxaq A variantına. Deyir, x kvadratı ən kiçik 3 rəqəmli natural ədəddir. Baxın, bu üçüncü bəndə aid olacaq. Onun kvadratı ən kiçik 3 rəqəmli ədəddir. Yəni 3-ə aid olacaq bizdə A bəndi. Qeyd edirəm 3-ə A. B-yə baxaq. X kvadratı nə sadədir, nə mürəkkəb. 1-in kvadratı 1-dir və 1 həqiqətən də nə sadədir, nə mürəkkəb. Yəni 1-ə aid olacaq B bəndi. X ən kiçik sadə ədəddir. Ən kiçik sadə ədədimiz 2-dir. Yəni 2-yə aid olacaq C bəndi. D. X ən kiçik mürəkkəb ədəddir. Ən kiçik mürəkkəb ədədimiz 4-dür və bizdə 4 yoxdur. D. Heç nəyə aid olmadı. Y. X-in özü ilə tərsinin cəmi 1,1 tərsinin cəmi x-in 1,1 mislidir. Yəni x-i 1,1-ə vuranda özü ilə tərsinin cəmi alınır. Baxın, birincidə x-i 1,1-ə vuranda 1,1 eləyir. Amma 1-in özü ilə tərsinin cəmi bizdə nə alınacaq? 2. 2-nin özü ilə tərsinin cəmi 2,5. Halbuki 2-ni 1,1-ə vuranda alınır bizdə 2,2. Düz gəlmədi. Onun özü və tərsi alınır 10,1. Və onu 1,1-ə vuranda alınır 11. Ona görə burada aid olmadı. Yəni Y variantı heç bir variantımıza aid deyil. Doğru cavabımız olacaq 1-ə B, 2-yə C, 3-ə A. Bununla da 75 sualında izahını 25 sualında izahını bitirmiş olduq. Ümid edirəm ki, hər bir şey sizə aydındır. Kifayət qədər təmkinli və yavaş bir şəkildə izah elədim. Hər birinizə müvəffəqiyyətlər arzu edirəm. İnşallah haqqınızda hər şeyin ən xeyirlisi nədirsə, o da nəsibiniz olsun. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın. Və son olaraq da onu da qeyd etmək istəyirəm ki, hal-hazırda dəyanət qruplarımda, həm səhər qrupumda, həm də axşam qrupunda yalnız 2 yer qalıb. Müraciət etmək üçün tələsin, çünki yerlər çox tez dolur. Daha sonra əməkdaşlıq edə bilməyəcəm heç kəslə. İnşallah ki, növbəti videolarda görüşənədək sağ olun.